həyatınızda nə qədər çox işləsəz, bir o qədər çox kasıblaşırsınız. Bunu eşidəndə, yox, bu mənə aid deyil, deyirsiniz. Salam, mən Sona xalayam. Bugün sizə Robert Kiyosakinin Varlı Ata, Kasıb Ata kitabından çox maraqlı bir məlumat danışacağam. Kitabı oxumağa vaxtınız yoxdursa, narahat olmayın. Sona xala oxuyub sizə danışır. Bugün mövzumuz Siçovul yürüşüdür. Oxuyursunuz, işə düzəlirsiniz, pul qazanırsınız. Gözəl, amma sonra ev alırsınız, maşın alırsınız, kredit götürürsünüz, uşaqlar olur, xərclər artır. Ay keçir, qazancınıza baxırsınız, heç nə qalmayıb. Pullar hara getdi deyirsiniz. Cavab sadədir. Bankı bəslədiz, şirkət sahibini bəslədiz. Özünüzə qalan bu qədər. Ən pisi odur ki, uşağınıza da eyni məsləhəti verirsiniz. Yaxşı oxu, yaxşı iş tap. Dövrə yenidən başlayır. Bəs niyə belə olur? Çünki məktəb sizə pulun necə işlədiyini öyrətmir. Kiyosaki bunu kitabda çox gözəl izah edir. Çıxış yolu isə birdir. Pulu özünüz üçün işlədin. Özünüz pul üçün işləməyin. Bunun yolu maliyyə savadından keçir. Bu kitab haqqında daha çox bilmək istəyirsinizsə, şərh yazın. Sona xala deyib getdi.